Salam, hər vaxtınız xeyir olsun. Gəlin baxalım. Sizin gizli düşməniniz kimdir? 3 variant olacaq. Seçin. Tıkıfkalardır, tıkvalar. Üçündən birini seçin və başlayalım. Bakalım. Birinci variantdan başlayırıq. Sizin düşməniniz kimdir? Necə insandır baxaq. Nə səbəbdən düşmən olubdur bu insan sizlə? Xarakterinə baxalım. Xasiyyəti. Səbəb. Siz irəliləyişlər eləyibsiz. Çətinliklərdən çıxmısınız. Sizə baxıllıq edir bu insan. Sizin çətinliklərə qarşı irəliləyişiniz, yəni ki, batmadınız da, elə bil ki, balotaya düşmədiniz. Problemlərinizi həll edə bilibsiniz. Bu insan sizdən zəifdir. Zəifdir. Necə biridir bu insan? Tənbəl bir insandır. Yeni dəyişimlər çox çətin gəlir bu insan üçün. Təzə, məsələn, harası köçüb getməkmi, təzə işə başlamaqmı, həyatını dəyişməkmi bu insan üçün çox çətin gəlir. Buna komfort sevən insandır. Sizin düşməniniz komfort sevir və öz üzərində işləməyi sevməyən biridir. Amma siz fərqlisiniz. Siz çətinliklər çox görmüş birisiniz və çətinliklərinizi də aşırsınız da. Yəni, irəliləyirsiniz, nəsə əldə edirsiniz. Bu şeyə görə bu insan sizə yaxşılıq arzuləmir. Görüm, siz nə münasibətdəsiniz düşməninizlə, nə münasibətdəsiniz. Pisdir. Yaxşı bir münasibətiniz. Nəsə xəyanət söhbəti var burada. Ailə üzvüdəndir. Ailə içi ola bilər. Ya da yoldaşınız tərəfdən. Ailə içindədir bu insan. 100% dost deyil, tanış deyil. Ailə içi insandır bu. Nə eləyir sizə qarşı? Pis nə eləyir? Böyük yaşda qadın var burada və kişi xaylağı, ana bala. Və boş kart çıxır bunun üstünə. Yalan. Yalan, şər. Böhtan, nəsə pis salmaq, sizi aralamaq, belə bir söhbətlər var burada. Aranı qatışdırır. Elə bir sizin valideyninizlə sizi pis salmağa çalışır bu insan. Belə deyə bilərəm. Burası qaddan. Sizə məsləhət kartda çıxardıq. Nə məsləhət görürlər birinci pozisiyaya. Nə məsləhət görülür. Yaxınınıza buraxmayın, ürəyinizə salmayın. Ürəyinizi kimi açırsınız, baxın. Ürəyinizi açmayın kimə gəldi. Yazı evdəkilərə nəsə yazılar göstərilir deyirlər. Bəzi
bəzi insanlara, burada evdəkilərə yazılarınızı göstərənlər var. Ürəyinizi açıb danışırsınız, dərdləşirsiniz, sonramda siz yazan şeyləri göstərirlər sizin yaxınlarınıza və sizi pis salmaq istəyirlər evdəkilərlə. Bu informasiya gəlir bu potokdan. Kiməsə ola bilsə individual gəlir də, şəxsi də gələ bilər, yəni informasiya. İkinci variantda insanların düşmənləri. Şimdi, bu kartlarım da. Səbəb nə olubdu? Nə səbəb? Və bakalım bu kart. Necə bir insandır bu? Yaman tökülür kartlarım. Necə bir insandır? Sizin düşməninizə baxıram. Səbəb. Üçbucağa görə düşmən ola bilərsiniz. Üçbucaq, sevgi üçbucağı ola bilər. Ya da ki sizin paxıllıqdan da ola bilər burada. Bəzi insanlarda. Necə bir insandır bu? Çox danışan insan deyil. Sevir ki özünü dinləsinlər. Müdrik danışmaqlardır. Nə bilim mən başa salmaqlardır, tövsiyələrdir, yönəltməkdir. Sevir bu insan özünün sözünü eşidəndə, öz dediyini eləyəndə insanlar. Qadın və kişi fərq eləməz. Burada qadın çıxmağına, amma kişi xaylağı da ola bilər. Əmr belə vlast sevir bu insan, vlast. Hökm sevən insandır, hökm eləməyi, idarə eləməyi sevən insandır. Sizin düşməniniz, sizin deyəndə ki, sizi özünə düşmən edən insan. Nə eləmək istəyir bu? Nəzirə yetirmək istəyir. Sizin hansısa bir görüşünüzə mane olmaq istəyir bu insan. İstəyir ki bir görüş alınmasın. Sizin həyat yoldaşınızla istəmir görüşünüz alınsın. İstəmir barışıq olsun həyat yoldaşınızla. Çünki mast eynidir burada. Koroleva kubkov, korol kubkov siz çıxırsınız burada. İstəmirsiniz bir yerdə olasınız. Qadın da ehtimal çox ki, kiminsə də anasıdır. İstəmir. İndi hərədə öz informasiyası. Burada görüşə maniyə. Opşi deyəndə çox insan baxır da roliklərə. Opşi deyəndə istəyir peşman olasınız və sizin görüşünüz olmasın. Nə ola bilər görüş olsa? Görüş olsa əgər köçmək qərarı veriləcək. Harası köçüb getmək mi deyim, harası başqa yerə, başqa bir yerə köçmək qərarı verilə bilər burada. Operasiyaya da aid bir şeylər var burada. Amma istəmir. Bir sizin niyyətiniz var, sizin istəyiniz var. O insan, bu sizin düşməniniz istəyir əngəl olmağa. Nə tər əngəl ola bilər bu insan sizi?
əngəl ola bilər. Ev məsələsi var burada. Ev məsələsi var burada. Tikinti, almaq, gedib gəlmək arası. Bu insanın hökmü var. Bir dənə də qadından əlbirdir. Bu qadın sizə yaxındırmı? Yaxın ola bilər. Sizin yaxın. Yaxındır. Amma iki nəfər qorxmağa dəyərmi bu insanlardan? İşinizi davam edin, görün. Deyirlər ki, sizə tövsiyə. Heç kəsə qulaq asmayın. Bu insan o ayrıldığınız şəxs tərəfdən də ola bilər. Bunu da bilin. Sırası da demişəm onsuz da. Tövsiyə odur ki, bax, fırladım kartlar, qarışdırdım. Server bu kart durur. İşləyin, davam edin. Məqsədinizə tərəf gedin. Heç kəsə qulaq asmayın. Mişaçlıq eləməyə qoymayın heç kəsə. Qulaq asmayın heç kəsə. Sizə kimsə yolunuzdan kənar. Nə qərar veribsizsə özünüz qərar verin. Heç kəsə qarışmağa qoymayın. Üçüncü variantda kimdir sizin düşməniniz? Baxın. Sizi kim özünə düşmən edib? Belə baxın. Nəyə görə düşmən olub sizinlə bu insan? Və necə biridir? Necə biridir? Necə biridir? Buy. Bu insan düşmən olub sizlə sevgiyə görə. Başqasını seçibsiz. Başqası olub qismətinizdə. Bu insanın da şansı olubdur sizin həyatınızda olmağa. Amma şansını itiribdir. Xasiyyət nədir insandır? Qorxaq bir insandır. Çox emosional insandır. Sevgi, belə ağlamaqdır, belə sevgi verməkdir, belə qayğıkeşlikdir, belə emosional insandır. Bəlkə çox qorxaq insandır. Kişi, qadın fərq eləməz. Nəsə ziyanı gələ bilərmi bu insanın sizə? Hərəkətə keçə bilər. Qarışa bilər sizin sevginizi bitirə bilər. Bitə bilər sevginiz. Əgər bu insan həyatınıza girsə, pozula bilər işiniz. Nəyə əl atar? Nəyə əl atar? Nəyə əl atar? Çox şeyə əl atar bu insan. İnformasiya yığmaqdır. İnformasiya çox gəlir oradan. Məlumat toplamaq, məlumat toplayıb aranı qatışdırmaq. Nə tər ziyan vura bilər bu insan sizə? Nəsə borç məsələsi, nəsə pul məsələsi, irəliləyiş məsələsi var burada. Nəsə söz-söhbət, söz göndərmək evdəkilərə, evə görə belə bir şeylər çıxır burada. Amma yalan, şər, böhtan, belə bir şeylər çıxır. Sizin birliyiniz alınmasın deyə burada işlər görülə bilər. Bir yerdə olmayasınız deyə belə.
gördüm canlarım. Burada da qadın göstərildi. Daha çox, amma kişi də ola bilər. Çünki bu da sevgi bıçağıdır. Belə. Kanala abunə olun. Yenə görüşənədək.